Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. Hicri qəməri təqvimi ilə 1446-cı il başa çatır. Yeni 1447-ci ilin başlanğıcının Məhərrəm ayının 1-nin miladi təqvimlə 2025-ci il iyun ayının 26-sına təsadüf etməsi gözlənilir. Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşaqdan aşağıyadək soyunaraq sinə vurmaq və sair dinə görə qəbul edilməzdir. Kərbala şəhidlərinin xatirəsinə qan vermə aksiyası müqəddəs dinə layiq olan ən münasib əzadarlıq nümunəsidir. Elə bu baxımdan bu ildə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə humanist ənənəni davam etdirərək qan vermə aksiyası keçiriləcək. Ruhanilərimiz, yəni imamlarımız məscidlərdə Məhərrəmliyin tarixi fəlsəfəsi ilə bağlı insanlara lazım olan söhbətləri çatdırırlar. Bir də məscidlərin öz nəzdlərində, müxtəlif yerlərdə Səhiyyə Nazirliyi bunu təşkil edir və qanvermə aksiyalarını keçirilir və millət kütləvi şəkildə həmin gündə qanvermə aksiyalarında iştirak edirlər və qana ehtiyacı olan, qana möhtac olan insanlarımıza bu yığılan qan banklarında yığılır və onlar da təmənnasız olaraq onlara ehsan olaraq şəhidlər ruhuna, yəni ehsan olaraq çatdırılır və verilir.